tarixi binadır. Vurub uçurtdular. Sakinlərin dağıdılır dediyi bu bina 1888-ci ildə tikilib. 136 yaşlı abidənin bu hala salanlar cəzalanmasa da, eyni günlərdə Nizami Kino Mərkəzinə qrafiti çəkən bir qrup gənc medianın hədəfinə çevrildi. Görüntülərdə Landau School'un 11-ci sinif şagirdləri. Çox keçmədi ki, onlardan birinin həbs xəbəri də yayıldı. Bu kəskin təzadın mərkəzində dayanan tikili isə Bayır şəhər adlanan ərazidə Əlifşət Quliyev 51 ünvanında yerləşir. Aprelin 6-sında təkrar zədələnən bu bina əslində 36-37 inventar nömrəsi ilə ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur. Amma ortadakı mənzərə bir sualı qaçılmaz edir. Bu rəsmi rəqəmlər tarixi ağır texnikadan həqiqətənmi qoruyur? Bayır şəhərdə xüsusi mühafizə zonasında qanunsuz şəkildə söküntü aparırlar və tarixi abidələri zədələyirlər. Bu, abadlaşdırma adı altında zədələnən ilk tarixi abidə deyil. Nizami Kino Mərkəzinin divarına çəkilən qrafitini deputatından müğənnisinə qədər hər kəs bir ağızdan vandallıq adlandırdı. Divardakı boya ölkə gündəmini zəbt eləsə də, Bayır şəhərdəki real dağıntı qarşısında dərin bir sükut hökm sürür. Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində. Hadisə sadəcə qınaqla bitmədi. Məsələ ilə bağlı cinayət işi açıldı. Yerli media isə etik qaydaları kənara qoyaraq yeniyetmələrin üzvlərini və ailə üzvlərinin şəxsi məlumatlarını ictimaiyyətə sızdırdı. Çox keçmədən proses daha da sərtləşdi. 20 yaşlı Belarus vətəndaşı Ardeşir Abadin barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçildiyi bildirildi. Tarixi abidəyə edilən müdaxilənin nəticələrinin Günlərdir ölkə gündəmini işğal edən bu mövzu barədə müxtəlif fikirlər səsləndirildi. Gənclərin ağır formada cəzalandırılmasını istəyənlər də vardı, istəməyənlər də. Qrafik dizayner rəssam Rəsul Həsən hesab edir ki, baş verənlərə yalnız cinayət müstəvisində deyil, həm də gənclərin özünə ifadə forması və cəmiyyətin buna reaksiyası fonunda baxmaq lazımdır. İncəsənət insanı, yəni azad ruhlu insan olmalıdır. Təbii ki, vandalizm aktlarını əvvəl dediyim kimi mən dəstəkləmirəm. Bu yaxşı bir hal deyil, xüsusən də memarlıq abidələrinə qarşı. Yəni nizami kətartı olmasın, yerdə qız qalası olsun, şəhər qala divarları olsun. Yenə də eyni reaksiya olardı. Amma bu uşaqlara qarşı bu cür göstərilən münasibət mənə elə gəlir ki, cəmiyyətə hansısa bir bəlkə də mesaj daşıyırdı. Rəssamın bəhs etdiyi bu mesaja memar Abdul Hüseynov şəhərin zədələnmiş yaddaşı çərçivəsindən yanaşır. O, divardakı boya izlərinə yönələn bu qəfil qəzəbi uçulan abidələrin toz dumanı içində itən sükutla müqayisə edir. Qapı ətraflı çərçivədən bu detallardan görünür ki, bu hamısı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlinə aiddir. Onun fikrincə, divardakı bir neçə boya izinə verilən cəza yerlə yeksan edilən abidələrin yanındakı sükut qədər heyrətamizdir. Axı rəsmi qurumlara ünvanlanan konkret faktlar, zədələnmiş 3 tarixi bina barədə müraciətlər hələ də nəticəsiz qalıb. Bayır şəhərdə artıq bu tək vandalizmdir. Bu bəsdən tarixi abidələrə vurulan zərərdir. Əlbəttə ki, qanunvericiliklə həll olunmalıdır. O adamlar hansı ki, bu prosesdə yəni ağır texnikadan istifadə edib, həm tarixi abidəyə zərər vurub, zədələyib onu və o vəziyyətə gətirib, indi söküntüdür, orada sökülüb arkanın bir hissəsi. Əlbəttə ki, qanun qarşısında onlar yəni cavab vermədilər. Bayır şəhərdə tarixi balta vuranların aqibəti qaranlıq qalsa da, qrafiti çəkən gəncin taleyi bəllidir. 4 aylıq həbs. Maraqlıdır ki, bu hadisəni gündəmdə saxlayan media qurumları gəncin konkret hansı maddə ilə ittiham olunduğunu da yazmır. Cinayət Məcəlləsi mədəni sərvətləri qəsdən korlamaya görə vurulmuş ziyanın 2 mislinədək miqdarda cərimə nəzərdə tutur. Həbs qərarı verilməsi üçünsə dəyən zərər 3000 manatdan çox olmalıdır. Hüquqşünas Rusan Əliyev də məhz bu nöqtədə cəzanın adekvatlığını sorğuluyur. Yer gəlmişkən 4 aylıq həbs qəti imkan tədbiri kimi gedib məlumatlarda bu çox qorxuducu və narahat edicidir. Niyə? Çünki ağır və xüsusi ağır cinayətlərin istintaqı 3 ay 4 aydan sonra çəkdiyinə görə orada onlara verilir. Adnan Əhmədzadənin keysini çəkə bilərik ki, böyük bir korrupsiya əməlində ittiham olunan şəxs, yəni qeydidə ittiham olunan şəxsə 4 ay verilib. Bir qrafiti yazan uşağa da. Yəni adekvatlığı, qeyri-adekvatlığı buradan görsənir. Nizami Kino Mərkəzinin divarındakı boya ləkələri artıq silinib, amma Bayır şəhərdə açılan o dərin yaraları silmək artıq mümkün deyil. Biri üçün dəmir barmaqlıqlar, digəri üçün isə mütləq sükut. Beləcə tarix sökülür, boyalar silinir. Ədalət isə bu iki mənzərənin arasında, o məlum olmayan boşluqda itib gedir.